Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də Şəhid Mayıllı Mahmud Əflatunoğludur. Şəhid Mayıllı Mahmud Əflatunoğlu 2002-ci ildə Yardımlı rayon Avaş kəndində anadan olub. İlk təhsilini Nazim Cəfərov adına Avaş kənd orta məktəbində 2007-ci ildə 1-ci sinifə başlayıb. 2017-ci ildə Mahmud 9-cu sinifi bitirərək Şirvan şəhər İqtisadiyyat və Humanitar Kolleci Mühasibatlıq ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirib oxuduğu ixtisas üzrə ali məktəbə qəbul olunmuşdur. Lakin Tovuz döyüşlərində general və bir neçə əsgərimizin şəhid olması Mahmudu fikrindən döndərərək hərbiyə yönləndirmişdi. O təhsilini yarımçıq qoyaraq iyul ayının 23-də hərbi xidmətə yola düşmüşdü. Sentyabr ayında başlanan Vətən müharibəsinə kəşfiyyatçı kimi könüllü qatılaraq iştirak etmişdir və hər dəfə düşmənə sarsıdıcı zərbə vuran Mahmudgilin komandası 12 oktyabr axşam saatlarında Ohanyan həddinə düşmən hiyləsinə tuş gələrək şəhid olmuşlar və onların nəşi 29 oktyabr neytraldan çıxarılaraq Füzuli morquna təhvil verilib. Mahmudun şəhid xəbəri ailəsinə 29 noyabrda verilib. Şəhid 30 noyabr 2020-ci ildə Avaş kənd qəbirstanlığında torpağa tapşırılıb. Ölümündən sonra prezidentin sərəncamı ilə vətən uğrunda Xocavəndin azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.